İranda sivil siyasetçiler de var. Pezeşkiyan da var, Xarici İşlər Nazirliyi var, parlament üzvləri var bəziləri. Onlar həlledici səs və söz sahibi olmadıklarına görə. Çünki əllərində güc yoxdur, real güc yoxdur. İnsanlıq tarixi mağara dövründən belədir. Hakimiyyəti ən böyük zopanı əlində alan və ən güclü adam mağarada hakimiyyəti əlinə götürürdü. Yəni, situativ olaraq, vizual olaraq çox şey dəyişsə də, məntiq olaraq heç nə dəyişir. İndi də İranda zopa kimin əlindədir? Güc də onun əlindədir və onlar diktə eləməyə çalışırlar. Onların da problemi odur ki, 90 milyonluq ölkə zopa ilə yönədilməz də. 90 milyonluq ölkənin iqtisadiyyatı olmalıdır, gəliri olmalıdır, xarici ticarət olmalıdır, xarici açılmalıdır, turizm inkişaf elətdirməlidir və s. və s. Bu onların dərdi bu deyil amma. Onların dərdi hakimiyyəti əllərində saxlamaqdır. Orada siz deyən kimi bu mövqe və bu müxtəlif qrupların savaşına səhnə olur. Və bu da dediyim kimi İranın güclü mövqedə olduğundan xəbər verir. Mən həmişə də bu bir aya yaxındır bu sözü həmişə çalışıram publik çıxışlarında deyim. Yaradılan görüntü ondan ibarətdir ki, güya İran sanki tam qalib gəlib və bitib məsələ. İndi Amerika bu gün sabah kapitülyasiya haqqında imza atıb çıxıb getməlidir. Bu görüntünün yaradılma səbəbi tək İran deyil. Bu görüntünü Avropada yaratmaq istəyir. Bu görüntünü Rusiyada yaratmaq istəyir. Bu görüntünü Çin'de yaratmaq istəyir. Çünki bunların hamısının öz maraqları var belə bir görüntünün formulaşmasında. Ama faktiki olarak, real olarak mesela bugün yine tekrarən Cənab Pezeşkiyanın çok maraqlı, çok böyle dəqiq, çok böyle səlis açıklamaları var. İzləyicilərimiz girsinlər, oxusunlar o açıklamalarını. Bir xalqla aydın danışmalıyıq, açıq danışmalıyıq. Ciddi problemlərimiz var, zavodlarımız, fabriklərimiz dağılır. Özümüzü qalib ritorikasından əsrinə, girovuna çevirməməliyik, problemləri etiraf eləməliyik, xalqla danışmalıyıq. Yəni bu da var. Yəni bunu isə təbii ki o gücü indi əllərinə götürən insanlar, hərbiçilər, müxtəlif hərbi qruplaşmalar bunu əllərindən vermək istəmirlər, sivil siyasətə təslim etmək istəmirlər. Çünki onlar anlayırlar ki, sivil siyasət tamamilə nəzarət öz əlinə götürsə, onların nə hakimiyyəti qalacaq, nə də belə deyək də sözü keçəcək. Ona görə də çalışırlar ki, o müxtəlif qruplar İran daxilində elita savaşını düzdür, belə də açıq şəkildə, publik şəkildə olmasa da aparsınlar. Amma publik şəkildə də olub da, xatırlayaq, bu müharibə zamanı Pezeşkiyanın açıqlamalarını geri oxumasına məcbur etdilər onu. Bir neçə dəfə belə bir hadisə ilə qarşılaşdıq. Qonşulardan üzr istədi, Səfahın nümayəndələri çıxdı, dedi ki, o düzgün danışmır, biz heç eləməmişik ki, üzr istəyək və s. Yəni, müxtəlif məsələlərdə belə sivil siyasətlə o hərbiçilərin qarşı durmasının olduğunu açıq şəkildə görmək mümkün. Adam faktiki olaraq deyir ki, mənim əlimdə səlahiyyət yoxdursa, mənim məsuliyyətim də yox. Çünki səlahiyyət həmişə məsuliyyətə bağlıdır da. Yəni, səlahiyyətin yoxdursa, sənin niyə məsuliyyətin olmalıdır? Səlahiyyət verin, ondan sonra məsuliyyəti də tələb edin. İndi faktiki olaraq Pezeşkiyan ilk gündən bunu açıqlamaqla faktiki olaraq elan edir ki, ay millət, ay xalq. Mən bilirəm problemləri, mən görürəm problemləri, amma mənim əlimdə bu problemləri həll etmək üçün imtiyazlar yoxdur. Əlimdə rıçaqlar yoxdur, əlimdə hakimiyyət yoxdur. Ona görə də sabah məndən gəlib yaxamdan yapışıb soruşmayın ki, niyə belədir vəziyyət? Vəziyyətin pis olmasının günahkarları açıq şəkildə deməsə də işarəliyir ki, biz deyilik. Yəni, sivil siyasət deyil. Yəni, bu nöqteyi nəzərdən bəli, siz haqlısınız. Bu həm də Pezeşkiyanın özünü sığortalamasıdır və doğru deyil. Faktiki olaraq haqlıdır da. Yəni, bugün İranda faktiki olaraq prezident olsa da, amma əlində heç bir real hakimiyyət rıçaqları yoxdur.